Hər kəsə salam. Dostlar, bu gün sizlərlə telefonda necə zərərsiz yaddaş boşaltmağı öyrədəcəm. Birinci proqramlara giririk və buradan cihazın texniki xidmətinə giririk. Dostlar açıldı. Mən optimaldır. Baxın. Buradan da indisi 23.8 megabayt yer boşaldır. Ondan isə baxın neçə megabaytdır. 267 megabayt yer boşalır. Dostlar, sizə bir şey göstərəcəm, amma mütləq eləməyin. Mən bir dəfə elədim, amma telefondakı bütün şəkillər necə deyim sizə, şəkillər getdi. Baxın, sizə demək istəyirəm ki, baxın, keş məlumatları bu zərərsizdir, bura girə bilərsiniz. Amma dostlar, baxın, başqa və istifadə edilən sahə, bunlara qətiyyən heç eləmişsiniz bunlardan. Təkcə keş məlumatlarını eləyirsiniz. Çünki başqadan eləyəndə necə şəkillər sıfırlanır və geri gətirmək olmaz. Yaddaşa yazmalısınız və sonra geri gətirmək mümkün ola bilər. Amma məndə olmamış deyənə şəkillər getmişdi. Sonra isə başqa yol var. Proqramlara giririk. Proqramlardan dostlar, sizə deyim, baxın, proqramları giririk, ehtiyata giririk və məlumatları silə basmıyoruz. Çünki proqramdakı bütün hər şey gedə bilər. Məsələn, qaleriyadakı şəkillər gedə bilər ora bassaq. Keş təmizlə, burada keş təmizlənib. Baxın, keş təmizlənib. Keş təmizlənib. Google Chrome keş təmizdir. Facebook keş təmizdir. Oyunumuzda keş təmizdir. Dostlar, hamı keşi necə deyim sizə, baxın, 0 baytdır, megabayt yer tutur və buna görə də yaxşıdır. Video bu qədər. İzlədiyiniz üçün sağ olun. Bu videonu 50 bəyəni edək.